Amigo. Amigo bu. Bu elimde yanında elə biləm ki, belə kuryerlərin belə krallıqda bu nəsə biləm. Videoma baxdın, o temanı paylaşdım. Nə bura? Sən baxmırsan da mənim videolarıma. Dünən səhifəm baxmışam. Nə olacaq biz? Sən nə olmuş ki, gül kimi oğlansan. Səhifədə sən şeysən də o yolçu Kamalsan qardaş. Bir dayan da bir. Abi şu adam bir kusursun ne olur ya. Sus artık ya. O bile. Gözəməzə deyəndə elə bir Kod elli qardaşım. Həyatdır. Yox. Bəsdir. Vur əlim vurma. Əlim əsiri bırak. Bu kötü qardaşım. Təzə almışam ya. Əlim əsiri. Samsung Buds'dır, təzə aldım. Neçəyə qardaş? 320 manat. Əlim əsiri götü məndən alışqı. O bir itdi də ona görə. Var 70 manatın alışqı var. O biri AV idi də, itdi. Qoyvu stop. Əli belə şey eləmək, əli gəlmir, əli zadə əsir. Evə zada gedirsən arada. Hə? Evə Yox, zada. elə ki, 170 bizə verdim, qardaşım. Sən bir də naşqı verdi pulu, mən bir şey 6 ay verdim. Mən bu baba ilə nə işim var, tanımıram, eləmirəm. Alacaq çık qoy. Gəlmişəm, Murza eləmişəm. Davay, salam deyərsən hamıya. Salam deyirəm, sən salam deyirəm. Aleyküm salam. Yox da, aleyküm salam şey yox da. Maşallah çox utanıram. Özüm olsun. Niyə? Belə böyümüş. Şöyle shortcut niyə utanırsan ki? Utanıram. Qadın qarşımda. Fərq yoxdur. Ona utanıram özüm olsun. İçimdə elə bir şey elə biləm mütəm başı üstüm. Ay o git. Belə şoliklər hətta ya. Ya Belə bu- şolik dənizə geyinirəm azı qardaş. Dənizdə geyinirəm. Evin içində başqa bir şeydir qardaşım. Şoxsun mən utanıram. İnsan məhrəmi dizdir də, dizdən aşağı yuxarıdır. Dizdən aşağı məhrəm deyil ki, kişidə. Kişinin məhrəmi haradır bilirsən? Göbəyindən dizinə qədər. Aa, çıxış. Təzə kameram necədir? Təzə kameram. Biraz qaytarmadı. Biri buradadır, biri burada. İnşallah birini də alacağam. Hər yeri təkdir. Süleyman abi, o Şey var. oturmuş sen öyle bir şey oturdu. Süleyman buradadır. Elə bu var şeydə. Paylaşım səni. Paylaşıb şey yazacağam. Şort geyinənləri təhqir elədi. Bəlkə axşam hava bu gün sərindir biraz. Axşam bəlkə həvəsim olsa çıxaram yenə. Amma velosipedlə çıxacağam təbii ki. Baxacağam vəziyyətə. Amma birazdan gedirəm evə. Bu yəqin ki son sifarişlərimdir. Mən onsuz da hər il yayda çox işləmirəm. Yayda ümumiyyətlə çalışıram ki, yəni günümə 7 işləyirəm. Şükür Allah'a onsuz da kreditim falan da yoxdur. Dünyada bəlkə də bu cəhətdən həqiqətən xoşbəxt adamam. Yəni həmişə də məqsədim olub ki, heç vaxt borcum olmasın həyatda. Borc təbii ki, ayıb bir şey deyil, amma bugünkü gündə yəni borc həqiqətən insanı yaşamağa imkan verməyən bir şeydir. Özünə bir gün ağlamaq istəyirsənsə gərək borcun olmasın. Bir dəfə özdə borcum tələsinə düşəndə, kredit olsun, nə bilim, bank olsun, dostun olsun, fərqi yoxdur. Bir dəfə düşdünsə, elə bir ki, dolana ömrün axırına kimi az qalır ki, sənin arxonca gəlsin. Yəni az qalır ki, bu gün cavanlar borc alıb borcu bağlasın. Belə bir vəziyyətə gəliblər. Sağ əldən borc alır, sol ələ qaytarır. Sonra sağ əlinlə aldığı borcu da yenə başqa birindən alır, onun borcunu bağlayır. Belə üstəgəldə əgər bankdan falan götürürsə də faizlər yığılır. İlk başda adama bəlkə də gözünə çox görsənmir, amma bir yerdən sonra görürsən ki, elə faiz üçün işləyirsən. Elə gəlirlərin bir hissəsi ancaq bankların xeyrinədir. Sağdakı məni sola sıxır. Soldan gələn maşında məni sağa sıxır. Qaldım aralarında. Nə o imkan vermir, keçim qabağa gedim. Nə o biri. Bu da hər orada saxlayıb. Ay itə bax. Çıxıb yolun ortasına. Yazıq yolu keçmək istəyir. Buradan nətər keçəcəksin ay bala. Qayıt. Özü də gördü ki, ağıl karı işidir. Qayıtdı arxaya. Deyə get qabaqda piyada keçidi var, oradan keç. Elə yazığım gəlir o yolu keçmək istəyən heyvanlara. Adi indi insan olanda piyada keçidi olmasa belə baxırsan sağa sola yol verirsən. Bu itə heyvanlara ümumiyyətlə heç kim yol vermir. Yazıqlar da dilsiz fağır heyvanlardır. Adamın ürəyi ağrıyır. Qabaqdan sola dönmə var. Navigatora bayaq elə belə baxdım mən. Fırladır, deyir get qabaqdan geriyə dönmə elə. Halbuki sola dönmə var. Əhmədcəmil küçəsinə halbuki dönmə var. Bizim navigatorlar ümumiyyətlə çoxu bilmirəm niyə belədir. Yenilənmə aparmırlarmı və yaxud da ki, gündə işləmirlərmi? Yəni navigator düzdür mən işlətmirəm, amma əgər navigator işlədirsinizsə belə həmişə bir gözünüz yolda olsun. Belə tam gözünüzü yumub navigatoruna gedin. Bax burada məsələn sola dönmə var. Mənə deyir ki, get qabaqdan geriyə dön, gəl buradan sağa dön. Niyə qardaş, buradan var da sola dönmədə. Sən mənə niyə benzin yandırırsan boş yerə? Gəl yanacam burada, qəşəng. Özü deyirsən mənim üçün ayrıca svetofor yanacaq. Hə, bax orada görürsüz mənim üçün ayrıca svetofor var. Döşəlan nə qədər topu var ha.
Uşaqlar deyirsən, evə qaldırmırlar toplanır. Bizim vaxtımızda bir dənə məhəllədə uşaqda top olardı, onu da dava qırğınla düşürtdürürdük həyətə ki, gəl futbol oynayaq. İndiki uşaqların hərəsinin bir dənə topu var. Onu da heç evə qaldırmırlar deyəsən, elə həyətdə qalır. Biz dava qırğın düşürdük ki, ay filankəs xala, filankəs düşsün bir dənə futbol oynayaq. Onu da södəyi vay o günə ki, evə çağırdılar, futbol qalırdı yarımçıq. Bəli, sifariş. Yes. Sifariş təmassız oldu. Kəş elə bütün sifarişlər təmassız olar, gələsən qapıya qoyub gedəsən. Qoydun qapıya, çıxdın, getdin. Saat deməli 7-yə 5 dəqiqə qalıb. Axşam tıxacına düşəcəyim məcbur. Normalda motosikletlə axşam tıxacında düşmürəm. Yəni özüm elə ayarlayıram ki, tıxaca qalmayım. Ya da qalsam da velosipedlə həmin vaxtı oluram. Bu gün alınmadı. Bu gün də belə olsun. Nə olacaq ki? Həmişə test çatası deyilik. Buradan keçək qabağa. Buradan yer tapa bilsək keçərdik. Sağ olsun. Bizə yer verdi. Arxamda bayaq yanındakı motosiklet sürən Bikerin motosikleti böyüdü deyə rulu. O böyük ehtimalla mən keçən yerdən keçə bilməyəcək. Bir dənə də o motosikletlərin mənfisi odur da. Belə görünüşü zadı süperdir amma. Gələcəkdə bəlkə qocalsam mən də bir dənə o tərz Bike'a keçərəm. Avtobus sözləri əsəbləşib bu gəlib yolu tıxıyanda. Amma indi başa da düşmək lazımdır da bir-birimizi. Axşam çıxanda tıxacıda belə olursan. Qalırsan tıxacıda. Təsəvvür elə ki, bunu hər gün yaşayan insanlar var da. Hər gün bu belə maşınla 1 saat, saat yarım, bəlkə 2 saat tıxacla gedir evə, qayıdır işə, gedir evə, qayıdır işə. Bir çarə də fikirləşmirlər ki, bu yəni görürsən evimi dəyişim, daha yaxın yerdəmi kirayə evdə qalım, yoxsa işimi mi dəyişim, yoxsa nəqliyyat vasitəsini mi dəyişim. Yəni elə bir insanlar razıdırlar ki, və yaxud da ki bir alternativin olduğuna inanmırlar. Halbuki axtarsaq məncə bir çox alternativlər var ki, istifadə eləyə bilərik evə daha tez çatmağa. Bu qədər vaxtı yolda itirmək məncə, nə bilim. Deyə bilərsiniz ki, mən yoldayam, nə bilim, yolda tıxacda qalsam da vaxtımı faydalı keçirirəm, nəyisə dinləyirəm, nəsə öyrənirəm. Amma yenə də, nə bilim, sakit bir ortamda nəsə öyrənmək. Bir də var tıxacda siqnal səsinin arasında sən nəsə dinləyirsən, nəsə öyrənməyə çalışırsan. Nə bilim, həm də işdən çıxmısan, yorğunsan, vaxtını nə qədər faydalı keçirə bilərsən. Ondansa, məsəl üçün deyirəm, sağlamlığın əl verirsə, velosipedlə get gəl işə, evə və orada ən az bir 2 dəfə vaxtına qənaət elə. O qalan vaxtını da ki, ailənlə keçirə bilərsən və yaxud da ki, daha faydalı formada istifadə edə bilərsən. Nə oldu? Bu svetoforu yenə buraxmırlar yansın. Kaskanı çıxardım. Çox isti oldu. Yusif Səfərov küçəsini nə qədər də genişləndirdilər, yenə də tıxaca çarə olmadı. Vaxt var idi, Yusif Səfərovda bu orta hissə meşəli idi az qalsın. Nə qədər ağaclar falan filan. Yəni belə geniş yol deyil idi əslində. Sonra bu başladılar daralda bu orta hissəki kimi hissəni elə bir ki balaca hala gətirdilər ki, sağdan və soldan yol eləsinlər. Niyə? Çünki tıxacın qarşısını alacaq. Halbuki aldı mı? Əslində yox. Yəni eyni şey. Sən nə qədər də yolu genişləndirsən, o yola olan tələbatı da artırırsan. Üstə gəldəki darboğaz yaradırsan. Məsəl üçün sən bu yolu genişləndirirsən, o biri yolu eyni qalır axı. Butulka effekti olur. Geniş yol gəlir düşür yenə dar yola. Yenə eyni şey. Yəni ya bütün yolları genişləndirəsən ki, məntiqlə bu mümkün deyil. Yox, əgər bütün yolları genişləndirəmirsənsə, bunun arxa tərəfini genişləndirməyin nə mənası var? Yenə gətirib darboğaz yaradacaqsan və yenə də eyni vaxtda çatacaqlar evə. Ona görə zolağı genişləndirib tutaq ki, səkini qısaltmaq və yaxud da ki, ağacları kəsməklə yol genişləndirib tıxacın problemini həll eləmək məncə absurddur. Və hələ yaydır, iyuldur, iyulun ortasıdır və tıxacı görürsüz də. Və polis orada əli ilə işarə edir ki, gəl keç sağa. Heydər Əliyevə girin, sürətlənsin yol. Tıxacın qarşısını ancaq insanlara rahat şərait yaradasan, insanlar avtobusdan istifadə eləsin. Birincisi, avtobus qiymətləri bahadır. Açıq deyək, yəni bizim əmək haqqına görə 60 qəpik və get-gedə də arta da gedir. Bu hələ 60 qəpik minimaldır. Yəni elə avtobus var 70 qəpikdir, eləsi var 1 manatdır. Yəni bunlar açığı deyim bahadır. Birincisi, avtobusu ya
qiymətin salmırsansa belə aylıq kartlar tətbiq eləmək olar ki, məsəl üçün də sən aylıq kart alırsan və o kartla daha münasib qiymətə işə, evə gedib gəlirsən. İkincisi, avtobuslarda sıxlıq nə qədər çox olsa, insanlar təbii ki, fərdi maşına yönələcək. Adamın əgər imkanı varsa, maşın almağa, ən pis halda bu dəqiqə yəni maşın almaq yəni əl çatmaz bir şey də deyil. Yəni adam ortalama nə bilim bir 1000 manat belə maaş alırsa orada kreditlə falan bir dənə özünə maşın təşkil edə bilir. İndi bizdə məsələn ortalama əmək haqqı 1100 manat falandır deyirlər də. Sən tutaq ki, ortalamasını götürəndə hər bir Azərbaycanlı ortalama o maaşı alandan gedir söhbət. Üçün almaq onun üçün yəni ki, xəyal deyil də. Yəni istəsə biraz dişini sıxır və yaxud da ki, hansısa bir formada kreditlə falan ala bilir. Və hər bir adamda rahatçılığa qaçır. Baxır ki, mən tıxacda, metroda, basabasda, avtobusda, xüsusilə yayda tərin qanın içində nə bilim basabasla getməkdənsə qoy elə maşın alım, biraz xərcə düşüm, zato bilim ki, özüm tək rahat tıxacda olacam, qoşacam mahnımı, nə bilim rahatçılığımla gedəcəm də evə. Eybi yox, qoy tıxacla gedim, amma o basabasda getməkdən, o yorula o ayaq üstə getməkdənsə, yəni elə fikirləşir ki, qoy elə mən maşın alım, maşınla gedim gəlim. Təbii ki, insanları ona görə də uzaqlaşdırırlar, tıxacları da artırırlar. Belə olan halda nə olur? Tıxac artır. Amma insanların avtobusa marağını artırmaq üçün avtobuslar artmalıdır mütləq şəkildə. Avtobus yolları artmalıdır. Var, düzdür. Amma yenə də velosiped yolları artmalıdır. İnsanlar maksimum çalışmalıdır ki, dövlət ki, insanlar maşından biraz uzaqlaşsın. Yəni tıxacın başqa yolu yoxdur yəni. Tıxacın bir dənə yolu var ki, insanlar maşından az istifadə eləsin. Bu arada qonşu ölkələrin içərisində biraz statistika ilə maraqlansaz, yəni ən az maşın 1000 adam başına bizdə 100 səhv eləmirəmsə 70 maşın düşür 1000 adama. 170 maşın. Məsələn, bu rəqəm Türkiyədə 380-dirmi, səhv eləmirəmsə və yaxud da neçədirsə. Rusiyada 400-dür məsələn. Gürcüstanda 420-dir səhv eləmirəmsə. Yəni rəqəmlər səhv ola bilər, təxmini yadımda qalan deyirəm, amma qonşu ölkələrdən geridəyik maşın sayına görə 1000 adam başına. Yəni bizdə maşın azdır, yəni demək istədiyim. Elə fikirləşməyin ki, bizdə maşın çoxdur. Amma bizdə maşından istifadə edən çoxdur. Yəni başqa ölkələrdə insanların maşını olsa belə, onlar maşınından bəzən elə olur ki, ancaq həftə sonları və yaxud da ki, hansısa bir uzaq məsafəyə gedəndə istifadə edirlər. Yəni onlara tıxaca düşməyi sərf eləmir. Deyir, elə qoy metro rahatdır, avtobus rahatdır, qoy ondan istifadə edeyim. Məsələn, mən Serbiyada yaşadığım müddətcə Belqrad şəhərində idim və orada ictimai nəqliyyat pulsuz idi. Belqradda mən olanda orada avtobusu, tramvayı, trolleybusu hamısı pulsuz idi və rahat girirdin, heç bir yəni kart vurma yeri falan da yox idi. Baxmayaraq ki, bizdə maşın azdır qonşu ölkələrə nisbətən, amma bizdə maşını olan adam işə də maşınla gedir, zibil atmağa da maşınla gedir, hər yerə maşınla gedir. Ona görə də bizdə tıxac yaranır. Yəni maşının əslində bizdə çox olması məsələsi deyil. Bizdə o qədər də maşın çox deyil. Bizdə maşının istifadəsi çoxdur. Burada saxlayaq. Gedib gələk.